Kombi evindən neçəlidir? 28 idi. Malades. Çatdırdılar özləri. Bəli, çatdırılma var orada. Ha, özləri gətirib quraşdırdılar. Karantinada öz yerində. Ölkənin hər yerinə çatdırırlar. Mənim adım verdi. Şirinlik eləyərdi. Çünki yeməkdən zaten bir şey, vaflidən zaten. Siz busunuz da. Yəni. Eybi yox. Bizim dostlarımızdır. Onlar da hər şey. Mənim adım ver. Winterdir, kollektordur. Ümumiyyətlə orada şlanklar, durbalar, duşlar zaten hər şey var. İstipol. Gələn də bir istipol dəyişin. Xahiş eləyərəm, eybi yox. 50% endirim eləyirlər sizə. Yaxşı ağlamayın. Kombi evi qırğın deyib. Bax, buranı belə dəyişmək lazımdır. Görürsün nə qəşəngdir. Özü çatdırılma da var. Nə istəyirsən. Radiator rəhbəri, yaşıl rəngdə radiator olar ha. Evə biz çəkdirmişik, çox gözəldir. Elə xoşuma gəlir. İstiməni bitərirlər özümə. Bəlkə də bu kövrək notlardır, bilmirəm. Bir balaca hiss edirsiniz, mən qanım qaradır. Nətər qanım qaradır? Əslində qanım qara deyil. Biraz sağlamlıqla bağlı problemim vardı. Dostlar mənə məsləhət gördü ki, qəhrəman, get bir həkim var, ona özünü yoxlatdır. Gastroenterologidə o mədə-bağırsaq sistemi, enterolog çox yaxşı həkimdir. Sertifikatı zadı, bunun ali təhsili İsveçdə zadda oxuyub, dedim, lap yaxşı. Görəm, mədəm sözümə baxmır, bağırsaqlar, zadlar biləsi qarışıq bir-birinə, daxili orqanlarda nəsə, sancılar, zadlar, kök, bilmirəm də nəsə. Gəlmişəm həkimin yanına, gəldim burada resepsiyonda qız oturub, yazır nəsə. Deyirəm, xanım, salam əleykum, baxdı belə, mən sizi hardansa tanıyıram. Dedim, siz mən hardan tanıya bilərsiniz? Sosial şəbəkədən. Mən danışıram. Dedi, siz santexniksiniz, demə, nə santexnik? Mən qəhrəman kişiyəm, mən santexnik nədir? Santexnik pis deyil, yəni ki, mən o deyirəm. Dedi, mən sizi usta kimi tanıyıram. Dedim, mən usta deyirəm, ola bilsin, mən ki, məsəl kömək eləmişəm, məsləhət vermişəm, məndə var, məsləhət vermək var. Deyirəm, bunu buradan bağla, əla. Deyirəm, sözünüzü deyin, deyirəm, filan həkim lazımdır. Dedi, neyin işləyirəm? Deyirəm, heç oturub nərdə oynayacaq ki, o, həkimə nə gəlirlər? Problemlər. Deyir, ödəniş eləyin, nə qədər? Bu qədər. Dedim, niyə? Dedi, ümumi yoxlama. Deyirəm, ümumi yoxlama nədir? Vergilər zaten bu ümumi yoxlama. Deyir, yox, bütün başdan ayağa check-up olmalıdır. Yaxşı, check-up olsun da check-up. Dedim, check-up'ın çekini də verin, zəhmət olsa, apını biz baxarıq. Nəsə, bu check-up elədik. Yazdı belə filan 5 milyon. Getdim check-up elədirdim. Baxdılar ki, filan. Bunlara sonra baxarsan, amma əsas daxili orqanlardır. Mədə bağırsaq çıxıb da, yəni yolun dəyişib. Gəldim həkimin yanına. Nəysə, girdim həkimin yanına. Həkim mənə qayıtdı ki, siz mənə tanış gəlirsiniz. Hamı mənə tanıyır bölgədə. Heç ki, vermət eləmədim. Nətər şey etdim. Hardan tanıyırsınız? Qayıtdı ki, siz Xırdalana taksi işləmişsiniz də. Siz mənə aparmışsınız, maşını vermişdim ustaya. Dedim, düz deyirsiniz. Çünki o da oradan həkim düz dedi, yalancı deyil. Mən taksi işləyirdim bir ara. Sonra Prius gəldi, vurdu məni. Nəysə, onunla da qoydum qırağa taksi sürməyə. Dedim, doktor, Allah sizə canınıza dəyməsin. Dedi, harandan şikayətim var? Deyirəm, bax belə. Nəysə, saldılar mənə aparata, əyna-bayana, oradan, buradan, şırt-pırt, yazdı, pozdu. Dedi ki, qəhrəman kişi, sənin daxili orqanların sıradan çıxır. Dedim, nətər? Dedi, yəni ki, mədəndə filan şey var. Turşuluq sistemidən, qələbi-mələbi, ondan belə də, ondan deyir. Nəsə filan beşməkən, bağırsağında filan şey var. Öd yaxşı süzmür, dalaq istirahət eləmir. Dalaq görə mən istirahət eləmsə, dalaq da istirahət eləsin. Dedim, bəs mən nə qarım, doktor? Nə dərman qəbul edim? Bir dərman lazım deyir. Bax, ağ çörək yemə. Deyirəm, mən onsuz da ağ çörək yemirəm ki. Deyir, filan şey yemə. Deyirəm, onsuz da yemirəm. Deyir, filan şey yemə. Deyirəm, bəs bir nə yeyim? O qədər şey dedi, yemək edim, qardaşımda mən ac qalım, nəsə heç şey yeməyim, qidalanmayım ümumiyyətlə. Dedi ki, gör tükanda olan şeylərin heç birini yemə, təbii şeylərlə qidalan. Dedim, bu insanlarımız təbiidir, o ki, qaldı qidalarımız təbii olar. Mən yetim, mən nə qarım ki, mən sağlam yaşayım. Dedi, sən sağlam yaşamaq istəyirsənsə, ac qalmalısın. Deyirəm, mən illərdir ac qalmışam, sağlamlıq yoxdur. Yaman günə qoyublar. Nəysə, otlar, zatlar yazdı mənə. Bu otlarla müalicə eləyirəm, xalq tababəti üslubu ilə. Çıxdım, gəldim, gördüm, mən get-gedə pisləşirəm. Elə bir ki, asqırıb dala düşüb, nəsə, elə bir məsələ var da. Elə bir qabağa düşmək, dala düşmək. Nəsə, yaman günə qalmışam. İndi mədə yox, öd yox. İndi ağciyərdə süzmür, kişi mən, havalanmıram, ölürəm. O belə, inə işimizi bəyərirəm. Gəldim həkimin yanına, dedim. Gördüm, qız yenə oturub, Combul qız şaq-şaq yazırdım. Az dəqiqə deyən filan həkim buradadır. Bir dəqiqə dedim, dəqiqə nə də, ələ bax, bir dənə bax, sağ əlimizə şişsə oldu bu boydana. Dedim, həkim oradadır. Gördüm həkim yanına. Dedim, həkim, tanıdınız məni? Deyir, Xırdalan taksi. Dedim, taksini saxlaya, yaman günə qoymuşsan məni. Sən nə varsan? Fikrin nədir, niyyətin nədir? Sən deyir, nə olub, ay bala, 3 gün keçib. Dedim, mən ölürəm. Dedim, sən utanmırsan mənə bu cür müalicə yazmısan ki, canımla əlləşirəm mən. Əvvəl öd süzmürdü, indi ağciyərdə süzmür, hava getmir. Klapanlar bağlanıb, qulağımdan nəfəs alıram. Nə qarsan sən mən?
Dedi, sən bilirsən mən elə belə həkim deyirəm. Dedim, sən heç bilirsən həkim nə deməkdir? Dedi, mən çox yaxşı bilirəm. Dedim, sən heç bilirsən Lambaranski kim olub? Dedi, hə, o Instagramda danışan. Dedim, sən başın çatmır. Mən böyük alimdən danışıram, həkimdən. Dedim, Kamil bala kişi bilirsən kimdir? Vot kim bilirsən kimdir? Aya, bu heç Avicenna'nı tanımır. Bu heç nə bilim Hipokratı tanımır. Dedi, hə, onlar kimdir? Dedim, bir dənə gözlə, o şeiri bura yazmışam. Buna bir dənə şeirci pulladım. Yadımdan çıxıb, eyni də yaşla bağlıdır. Şeirə bax, sən Allah. Dedim, qulaq as. Özə bu hündürdə mən də balacıyam, belə deyirəm, şeirə əllə. Bütün xəstəxana yığılıb deşiklərimdə baxır. Eşqidən canımda bir pünhan mərəz var, ey həkim. Xəlqə pünhan dərdimi ishar etmə zinhar, ey həkim. Var bir dərdim ki, çox dərmandan artıq olmuş mənə. Qoy məni dərdimlə dərman eyləmə, var, ey həkim. Gəl basıb əl nəbzimə, təşxis qılsan dərdimi. Al əmanət qılma hərbi dərdə izhar, ey həkim. Gör təni üryan ilə əhvalımı hicran günü. Var imiş ruzi qiyamət qılma inkar, ey həkim. Bu da mənə belə baxır. Çatmır axı bunu. Çəkməyincə çare-i dərdimdə zəhmət bilmədin. Kim olur dərmanı dərdə eşqi dişvar, ey həkim. Rənci çəkmə sihyət ümmidim Füzulidən götür. Kim qəbuli sihyət etməz böylə bimar, ey həkim. Mağaçı, nə demək istəyirsən? Dedim, mən demək istəmirəm, Füzuli deyib bunu. Deyir, Füzuli kimdir? Dedim, Musayev, karate, Allah çalsa, Füzuli mənimə, yəni, Füzuli, hansı Füzuli? Dedi, hansı Füzuli? Dedim, Hüseynov, dedi, o kim, Azdraman aktyoru, hansıdır? Dedim, təxminə Zavra baxmısan, Spartak oynayan böyük sənətkarım. Dedi, o şeir yazır. Dedim, Məhəmməd Füzuli. Papağı çıxartdım, nətər buna belə atdımsa, başı nəydi? Kambatda var, reydim, papaq. Dedim, sən məzələnmirsən mənə. Məhəmməd Füzuli deyib bunu, de Məhəmməd Füzuli kimdir? Füzuli tanımayan mən nətər tanısın? Dedim, sən bilmirsən Məhəmməd Füzuli kimdir? Dedi, yox, mənə maraqlıdır Füzuli. Füzuli məni tanıyır, mənim diplomlarım var. Dedim, Füzulinin sözü diplom deyil. Füzulinin hər ötürdüyü mesaj diplomdur. Füzulinin olmağı diplomdur. Dedim, sən mən nə qədər öldürmək istəyirsən bana mən? Dedi, çıx bayra, mənim beynimi xarab eləmə. Sən tullandım bunun üstünə. Balacayım, amma mənim tullanmağım var, köyün quru kimi. Tullandım bunun üstünə, oradan asisiyet gəldi, buradan ay qara qışqırıq. Bu mənə bir dənə latdım, mən buna bir dənə çıxartdım bəxillə, buna bir dənə şapalaq vurdum. Yox, ambulans yox, polis gəldi apardı məni. Amma nətər? Deməli, bunun özü bir hekayədir. Düşmüşəm polisanın qabağına, yəni post patrol gəlib, polislər Allah canından sağ eləsin, mənə hörmət edərlər, tanıyırlar da məni. O, qəhrəman müəllim, nə var, nə yox, aparmağa gəliblər, güləklər, belə şey yox. Gör hörmətə bax, deyirlər ki, siz həkimləri qaldırandıram, bəli. Zəhmət olmasa qabağa keçin. Zəhmət eybi taksi ilə gedirəm. Hə qabağına da deyirəm, yəni bunu yox, xahiş edirəm ağsaqqalsı keçin qabağa. Yəni ki, hörmətlə aparırlar bölməyə. Belə hörmət yox deyə. Otuzdurlar qabağa, polislər sağ olsun, mənə hörmət edərlər. Otuzdurlar qabaqda. Yolda bir sneakerslə verdilər, yeyə gedirik. Qəşəng. Belə şey yox. Elə bir ad gününə gedirəm kurorta. Bölməyə aparırlar. Dərə təpə düz getdi, az getdi, üz getdi, gəldi çıxdı bölməyə. Bölməyə girmişəm, elə bir restoran ad gününə gəlmiş. Hamı belə, müəllim nə var, nə yox, selfizat çəkdirirlər mənə. Hamı hörmət edir də, qəhrəman məni tanıyırlar axı. Mən bu insanların içində mən hamını hörmət edir. Həkim məndən şikayət yazıb. Nəsə, gəldim bölməyə, gördüm rəis oturub. Məndir otur qabağımda, oturmuşam belə. Fonda da mahnı gedir. Xalq mahnısıdır. Mənə qulaq asıram. Deyir, bir ərizəni, izahatı yaz görək bu nədir, nə məsələdir. Dedim, rəis, çox üzr istəyirəm, icazə verirsiniz mən içimdən gələn bir şey deyim. Dedi, buyur. Sən nə mədən insansın, bu heç əl qaldıran adam oxşamır. Qayıtdım ki, xalq mahnısı var ha. Bu sözləri mənası bilirsin nədir? Dedi, yox. Deyirəm ki, bax, bunun mənası odur ki, bu budur, bu da budur. Bu qayıt ki, bu nə danışır ya bu? Deyirəm, bax, ifaçı burada düz oxumur bunu. Vurğu burada bura düşür. Bu da mənə baxır, gör hansı polislərimə baxır, nə danışır. Biraz xod ver, biraz xod ver. Biraz mahnının sözünü qaldırdı, səsini qaldırdı. Başladım ki, bu düz oxumur orada. Deyir ki, bilmirəm kimidir müasir ifaçılarda, çünki köhnələrdə elə səhv olanmaz. Ay qız gəzmə aralı rəbədəbədim. Uşaqlar ritim tuturlar. Önüm səndən yaralı rəbədəbədim. Belə də vururam ki, tam eşitsin də, es vururam. Gözlərinə xırdalıq da eləyirəm. Azərbaycan maralım. O bir belə şirinliklərim. Görün rəisə ləzzət edir. Rəisə bunu çay gətirir. 15 dəqiqə sonra dedi ki, yox, sən mənim oğlum toyunda oxumalısan. Deyirəm, katananı etməklə, mən muskat deyirəm. Dedi, yox, nətərə, sən bu ritmi bilirsən, sən bu musiqini bilirsənsə, sən dəyərli adamsan. Dedim, ay rəis belə, dedi, sən ölsən ərizə zatı yazma.
biz həkimlə özümüz söhbət edəcəyik. Sən ayın 29-u neyəsən gələn ay? Dedim, yox qadınam, mən o adam deyirəm, mən prikladnoy matematikanı qurtarmışam, mən riyaziyyatçıyam, mən düzdür, taksi zat sürürük, arada boş işlər görürük nəsə. Dedi, yox sən mütləq məclis oxumalısan, nə verəcəksən? Dedim, heç də lazımdır. Nəsə, behləşdi, elə oradan sağ-salamat çıxdıq, gəldi. Mövzu nədir? Mövzu odur ki, dostlar, nəyə görə məni oradan buraxdılar? Əslində mən onu şillə vurmuşdum. Qanunvericilik var. Sadəcə olaraq onlar başa düşdülər ki, bizim qanunu qoruyan insanlar, bizim polislərin qadasından. Mən mənəviyyatlı adamam. Mən musiqini sevən adamam. Mən sözə dəyər verən insanam. İndi olub da Allah şeytana lənət eləsin, nəhlət yox, keçən dəfə demişəm. Olub da insanıq, mən düzgün müalicə eləmirsən. Deyirəm, mənə bax, günə qoyub məni bu. Qabiliyyətli adam idi və ruhu olan adam idi. Fərqi yoxdur sən hansı işlə məşğul olursan. O, əsas məsələ insanın kim olmağıdır. Video paylaşmışlar ki, göstər ki, biz zibil yığan kişidir, fransız dilində danışır. İngilisinə danışır, axırda görsən zibil yığandır. Sənin nə eləməyin yox, sənin kim olmağın vacibdir. Əsas dəyər, əsas bax, faktor, amil bax budur. İndi görürsən ki, mahnıya qulaq asırlar. Hamı eləyib bunu. 3 yaşında uşaqda tutmuş xalq artistinə kimi. Görsən, Loco, Amına Perre, Loco. Efirdə bunu oynayırlar, Loco'nu. Loco nədir? Əsl Loco deyən vaxtınızdır. Loco birisi nə deməkdir? Gedim deyək, Google-da tərcüməsini yazın. İndi hansı dövrdür? Bax, telefonu götürürsən, yazırsan google.com Loco. Что означает слово Loco? Текст песни, перевод. Özüm ölüm biabırçılıqdır. Konkret biabırçılıq. Sənin arvadın bomba şeydir. Nə işə çəkirəm, üzr istəyirəm, çıxıram şəhərə. İt kimi elə, hav, özümə mənası odur onun. Söyüş deyib başda nə var? Sən bunu nətər oxuya bilərsən? Deyərsən ki, mən İspan dilini bilmirəm. Əla. Bəs yaxşı, sənə tutaq ki, fransız dilində desələr ki, bunu denən, amma çox pis söyüşdür. Sən onu deyərsən, insanın bir məntiq olmalıdır, insan bir təhlil eləməlidir. Adı o mahnı vardı, Samakasita, Amonakasita, ancaq söyüş deyib başdan ayağa. Özüm ölüm söyüş. Çox pis əxlaqsız mənası var onun. Uşaqlar oynayırdı onun adı günündə. Getdim gördüm tədbirdə uşaqlar belə verir. Amonakasita, ay müəllim də qoşulub Combul arvaddı, müəllim baxça sinif rəhbəri, o da belə eləyir. Ay utanırsan sən. Mən ona görə istəmirəm ki, evdə o arvad uşaq kilsinlər TikToka, Instagrama, belə şeylərə baxsınlar. Adi bir müqavilə gətirirlər, qaz idarəsi deyər ki, bir dənə sokardan gəlir, falan yerdən gəlir, bir dənə buna qol çəkdirir. Mən deyən görə oxuya görə nədir bu? Bəlkə məni evdən çıxardırsan, oxuyub, araşdırırsan, analiz eləyirsən, məntiqinə baxırsan, görürsən nədir, nə deyir, sonra qol çəkirsən. Mən nətər kör-körana qol çəkə bilərəm? Hər şeyi belə kör-körana, kör təbii elədiyimizə görə, axır gəlib belə olur. Mahnılarımız nədir? Ümumiyyətlə sizə bir şey deyim, sirr açım. Sirr açmaq deyəndə ki, siz bunu ağıllı insanlar çox eləyiblər. Bu təzə bir yenilik deyil, tapıntı deyil. O qədər gözəl mahnılar var, məsəl üçün dünya mahnıları. Baxırsan ki, gözəl estrada mahnısı, gözəl ifaçıdır, dünya səviyyəli oxuyandır ya. Baxırsan ki, atıram da, məsəl üçün, Ronan Keating, məsəl üçün atıram da, la belə Elvis Presley, la Freddie Mercury, məsəl üçün, hər janrın karolları var da, şahı var, əjdahası var. Sizi inandırım ki, mahnı sözlərini oturub tərcümə eləyəmdə, bilsən nə deyim? Püf, vozduq, boş şeydir. Çoxu boş şey, sadəcə nə ilə tuturlar? Səhnə görüntüsü ilə, musiqi ilə, effektlərlə, robelər var, fırlanır belə, qızlar zatlar belə, bəzəkli zatlar belə oynayırlar, cəmaat dağıdır, çəkiliş, proses, oxuyan, effekt, səhnə mədəniyyəti, çox şeylər bağlayır da, şou. Amma hər şeyin üstündə dayanan nədir? Söz! Söz bilirsiniz nədir? Söz o qədər vacibdir ki, söz namusdur, söz dəyərdir, söz mənəviyyatdır, söz hekayədir, söz hökmdür, söz, nə bilim, hər şeydir. Bu nətər boş ola bilər? Mən hamını kiçiltmirəm, mən sizə deyirəm ki, yəni, şey allanmayın, şouya getməyin, heç nə yoxdur. Oxuyur, əla, musiqi əla, ifa gözəl, amma görək bir 85 milyon insan nəyi öyrəndi? Nəyin mənasını örgənli, yaxud da örgənmədən qəbul elədi. Görürsən ki, birində deyir ki, and ola bizi yaradana. Arvadım Tamara canından olsun. Orada deyir ki, hava çox istidir, çox sıxılıram mən. Yenə səni görmək istəyirəm.
Vaxt olanda gəl. Mən bunu yazsam mənə tüpürərlər şəhərdə, gizləmə bu nə şeirdir. Amma bunu oxuyur filan kəs. Onu olar, o görə gözəl. I love the breaking battered stone and I'm dancing grave. Heç nə yox deyir burada. Vəziyyət var, şov var, qırğın if, amma söz yox. One time sing proud then and clean about a work won't pay. Dəhşət, heç nə yox deyir. Mən durub yazsam qəhrəman məhzun şeirlərim vardı. Bir kere şeir yazdım bax. Hava istidir, darxıram mən. Arada saat 3'də yola çıxıram mən. Deyirlər, bu nə şəxsiyyətsiz, axmaq mənasız söz yığını yazmışsan. Heç bir mənası yox, məzmunu yox, sistemi yox, ahəngi yox, ritmi yox. Mən nətər? O qəbul olunur, mən qəbul olmuram. Görürsünüz nətər? Belə ədalətsizliklər var. Sözün hökmü olmalıdır. Sözün hökmü yoxdursa, mənası yoxdursa. Amma Azərbaycan şeirlərinin, Azərbaycan mahnıları vardır. Gönələr, klassika, baxırsan ki, ilahi necə gözəldir. Ona görə də bu qəbul olunur. Yazırdı məsəl üçün filan kəs, Nəbi Xazri, Samet Vurğun, məsəl üçün Rəsul Rıza, Məhməd Araz, filan Geçməcan, filan kəs. Görürsən ki, ilahi, sözün altında nə qədər gözəl söz var. Niyamətdir Musayev, Allah can sağlığı versin ağsaqqalımız. Dünya sənin, dünya mənim, dünya eşk kimi. Nə gözəldir, nəyə görə? Heç sual vermişsinizmi özünüzə? Niyamətdir mənim gözəl oxuyub, şirin də nostalgiyadır. Amma orada Məhməd Araz faktoru var. Gör nə gözəldir, çox gözəldir. 100 il qoşa atılsaq da qoşa düşmərik. Bu bir taleyin oyununda cütlənmiş zəri. Bu nə deməkdir? Vay. Bir taleyin oyununa cütlənmiş zəri. Gör nə deyir orada? 100 il qoşa atılsaq da qoşa düşmərik. Bu nə deməkdir? Bu Məhməd Araz, Allah sana rəhmət eləsin Məhməd Araz. Gör bu nə deyir? Gör sözün yükünə bax bir dənə. Gör nələr deyir burada. Burada Füzuli var, Nizami var, Nəsimi var, Xaqani var. Gör nə deyir bu? Getdikcə bu eşqin mərəzi pürxətər oldu. Görsən nə deyir bu? Dərman elədikcə ona döndü, betər oldu. Eşqin odu yandırdı məni, qəlbimi eyvah. Görsən nə deyir bu? Can bu eşqdən də bütün dünya cümlə cahan baxəbər oldu. Baxəbər, yəni xəbərdar, bir xəbər yox. Söz! Yoxsa sən düşmüsən Lokkonun dalınca. Lokka, Amaraperra, yox, dədənin kəlləsi. Amaraperra nə də? İnsanlara yaxşı şeylər ötürmək lazımdır. Qəşəng şeyləri. Görürəm o sefer qabağıma çıxıb bir şəxsiyyətsiz gədədi. Qoyunu çırpır. Qoyun yoxdur, bildiyin qoyunu döyür. Öz əlinə götürüb belə bir qırmaçdır, nədir, hardan tapıb bunu? Baxdım bu videoya. Söyüş deyəmirəm, yenə deyirəm, mənim mənəviyyatım ona imkan vermir. Əxlaqım ona imkan vermir. Nə təhsilim, nə yaşım, heç də ona imkan vermir də. Qəhrəman yazan kimi cəmaat biləcək bu mənəm də. Qoyunu döyür. Bax, and ola bizi yaradana görmüş. Qoyunu yıxıb döyür. Qoyun Allahın ən yazıq, ən mazlum, ən fağır, ən badbəxt bir heyvanıdır, heyvan. Bu yaranıb bilsən nə üçün? Yemək, yatmaq, insanlara qulluq eləmək, kəsməni çıxın yedim. Sən bunu niyə döyürsən? Tutaq ki, iti vurasan, deyəsən ki, itdən ama sözümə qulaq asma, dişlədi məni. Atdım, aşırılaq atır bunu. Qoyunu niyə döyürsən? Ama sual verəm, qoyun. Qoyunu niyə döyürsən? Bax, görürsünüzmü? İnsanlıq hara gedib çıxır? Mənəviyyat hara gedib çıxır? Gedib dibdədir hər şey düşüb, kanalizasiyanın dibinə düşüb. İnansız bu nədir? Biabırçılıqdır. Çünki biz uşaq vaxtından düzgün tərbiyə almırıq. Hərdən mən arabada deyirəm ki, ay Tamaram, sən uşaqları çox ərköyün böyüdürsən. Bu oğlum arada görsən də belə də, ağzına gələn danışır, gəlir belə, artıq zarafatlar edir. Deyirəm, mən sənə imkan vermərəm, girib ananla belə danışasan. Dədə sən nə yaşdır, mən 30 neçə yaşım var. Dedim, mənim 30 neçə yaşım olanda, anamın yanında, ştık kimi yanırdım, o belə, avtomat kimi dibbədiz. Anamdır. Və hər şey yeri var. Hər şey bir qaydası var. Bir yolu var, irizi var, cığırı var, sistemi var. Bunun təhsillə heç bir əlaqəsi yoxdur. Kimsə deyirsə sizə ki, filan kəs çox təhsilli oğlandır, çox ali savaddır. Ali savad söz var, o söz birləşməz ali savad. Təhsil, ali savad insana heç bir şey üstünlük vermir. O bir görüntüdür. O bir artikul kimi bir şey kimi deyək. Yəni böyründə bir şeydir, bir yamaqdır, bir yaraşıqdır. İnsanın həyatda ən vacib şey onun mənəviyyatıdır. Şəxsiyyətidir. Sən kimsən? Nə istəyirsən bu həyatda? Sən bu sualın cavabını tapdınsa, xoşbəxt adamsan. Tapmadınsa, apartınlar. Bu məsələləri, üzr istəyirəm, böyük bacımın 82 yaşı var, getmişəm bunlara.
Nə etsin and içəcəm. And içməyə sevmirəm ümumiyyətlə. And bəs yalançılıqdır da. 20 dəqiqə yalan olmasa xəbərlərdə bilsinə gedir. Falan kəsi üzr istəyirəm zorladı. Falan kəsi quyuya düşdü. Ölüm, itim, yanğın ancaq pis şeylər deyirlər. Mən bir dənə yaxşı xəbər görmədim. Dedim ay bacı, söndür o televizoru. Çevir başqa kanala. Ay 17 dəqiqə ancaq negativ ötürdülər. Ölüm, itim, qaçırtma, zorlama, yandırma ancaq negativ. Mən başa düşürəm. Sosiumda baş verən xəbərlər mən də oxuyuram. Gələn dəfədən mən də xəbərlər oxuyacağam sizə. Yaxşı şeylər, maraqlı şeylər, belə araşdırılası şeylər. Amma insanlara bu qədər şey yükləmək olmaz. Nə vaxt baxıram negativ, nə vaxt baxıram yüklüyürlər, filankəsi öldürdülər, doğradılar, yandırdılar, qaçırtdılar, sındırdılar, uçurtdular. Ay qardaş, elə bilirsiniz ki, biz uşaq olanda bir 70-ci illərdə, zətdələr, nə bilim, 80-lərdə, 90-larda, bax belə də bu cəmiyyətdə heç nə baş vermirdi. Hamısı da olurdu. Kimsə kimisə evində yandırırdı, kimsə döyürdü də. Yol qəzaları da olur, yol nəqliyyat hadisəsi. Ancaq düz indi kimi çox olmurdu. İndi vurur 180 sıxır, tam keçir o biri küçəyə, onu bildik. Amma olurdu. 30-la da cəhamat qəza törədirdi. Kimsə qızın qaçırdırdı. Kimsə küçədə sözləri düz gəlmirdi, çəp gəlirdi, qoyurdu alnının ortasından, qaşqasından öldürürdü. Və biz bunu ictimailəşdirmirdik. Bəli, mən başa düşürəm ki, gördünüz qorustatımı. Biz bunu ictimailəşdirmirdik. Çünki bununla reyting qazanmaq olmaz. Bununla reyting qazanmaq olmaz. Sərlövhədir, başlıqdır. Sən istəyirsən ki, nəsə reytingini gətirəsən, ondan pul qazanasən. Bildim, ancaq heç kimə icazə verilmir ki, kimisə mənəviyyatını, kimisə daxili dünyasını, kimisə hisslərini oynayasan, kimisə təzyiq göstərəsən, kimisə ancaq negativ ötürəsən, mənfi enerji ötürəsən, sən ona ixtiyarın yoxdur. Yaxşı şeylər deyil. Tutaq ki, biri düşüb kanalizasiya, bildik də. Onsuz da hamımız elə zibilə düşmüşük. Bir də ki, filankəsin toyu olub. Filan uşaq olimpiyadada qalib gəlib. Mən təsadüfən internetdə eşələndim, gördüm ki, bir dənə qız uşağı riyaziyyatdan beynəlxalq olimpiyada, dünyada ikinci yerə çıxıb. Allah onun valideynlərini saxlasın. Nə böyük fəxarətdir ki, Azərbaycan qızı gedir dünya çempionatında qızıl medal alır. Sən bunu niyə göstərmirsən? Heç bəlkə efirdə onu bir dəfə görməzsən. Amma filan yerdə filankəsə 14 bıçaq vurublar. Allah onun bəlasını versin. Ölənə də Allah rəhmət eləsin də günahı varsa Allah bağışlasın. Ya bunu niyə mən 28 dənə kanalda hər yerdə göstərməsən 88 dənə? Mən bunu niyə görməliyim? Göstər bizim uğurlarımızı, bizim elmi nailiyyətlərimizi, idmanımızı, çox şeylər. Bunları daha çox göstər. Onsuz da pis həmişə olacaq. O Üzeyir Hacıbəyev Allah rəhmət eləsin, gözəl sözdür. Deyir, istedadlı adamlara dəstək olmaq lazımdır. İstedadsızlar onsuz da hardansa çıxacaqlar. Bəli, onlar ya sırtıqlıqla, ya adam tapmaqla, ya hansısa bir yolla istənilən bir variantda hardansa çıxacaqlar. Bu cəmiyyətdə el adamları çox görəsiniz. İstadət də elə şey yoxdur. Amma baxırsan ki, hər yerdə var. Hər bir layihədə var. Hər bir efirdə, ekranda, kinoda, teatrda, muzeydə, nə bilim, hansısa bir dövlət qurumu, o adamlar var. Çünki istedadsızdır. Hamıya aid deyil, amma elələri çoxdur. Ona görə yaxşı şeylər ötürmək lazımdır. Maraqlı, insanları pozitivə yükləyən. Sovet Sosialist Respublikalar İttifaqı, bəli, Sovetin çox mənfi şeyləri vardı. Amma Sovetin bir şeyi vardı, prinsipi vardı. İnsanlara yaxşı şey ötürmək. Pisin altında yaxşını ötürürdülər. Pisin böğrümdə, üstündə belə yaxşını ötürürdülər. O ki, qaldı yaxşının üstündə. Yalan da olsa, boş da olsa, şişirdilmiş litota da olsa, mübaliğə formasında olsa da, onlar onu ötürə bilirdilər. Ona görə sizlərə arzuluram. Arzu edirəm ki, hər zaman oturub gecə yatmamışdan bir dua edin ki, ay Allah, sabah mən sağ çıxım. Çünki o qədər günahlar görədirik, o qədər pis işlər görürük, o qədər xətalarımız var, səhvlərimiz var. İnsan naqisdir, nöqsanlar var. Elə bir gün olsun ki, onlar hamısı bizim qabağımıza çıxıb deməsin ki, ay filan kəs, nə var, nə yox.